Dinlə mənim ey bəşər qanlı hekayətimi, Allaha ərz etdiyim canlı şikayətimi. Bəli. Bir Xocalı deyilən şəhər vardı dünyada, düşmənlərin qəlbinə zəhər vardı dünyada. Xain, nankor iblislər hücum etdilər ora, qoca, cavan qalmadı, hamı çəkildi dara. 1000 illik bir şəhəri bir gecədə boğdular, 90 yaşlı qocanın gözlərini ovdular. Bir güllə dəlib keçdi ananın kürəyindən, həmən güllə tapıldı, qucağında tutduğu balanın ürəyindən, ay Zeynəb xanım. Bir gəlin də ölmüşdü qollarında çağası, çağa əmirdi onu sanki sağdır anası. Sanki sağdır anası. Həmən çağanı tapmışıq, 35 yaşlı Kübra xanım, bir gün dəvət edəyərik. Sanki sağdır anası, sanki sağdır anası. Daha görmüşəm nələr, nələr görmüşəm nələr. Boynu sınmış nənələr, qan içində bəbələr. Nə danışım, nə deyim, ürəyim dözmür daha. Ümidim tək qalıbdır o qüdrətli Allaha. Sən nə qədər sağsan, hələ vardır nəfəsin, yaz yarat bunu mehman, cahana çatsın səsin, Allaha yetsin səsin. Kərküşlər bunu necə oxusa, 3 gün mən orada, deyim də, ağladım da, deyirlər kişi ağlamaz, kişi bəzən qəzəbdən ağlayar. Doğrudan elədir, Mehman müəllim. Hörmətlə andıq bütün şəhidlərimizi, Allah rəhmət eləsin hər birinə.